Salam, hər vaxtınız xeyir olsun. Əvvəlcə məni tanımayanlar üçün özümü təqdim edim qısaca. Adım Ülviyyədir, 35 yaşım var, ailəliyəm, 2 övladım var. Hal-hazırda musiqi məktəblərinin birində fortepian ixtisası üzrə artıq 14 ildir ki, dərs deyirəm və ikinci iş olaraq da özümə Home Life şirkəti ilə onlayn əməkdaşlığı seçmişəm və burada Onyx rütbəsində direktoram. Mən sizlərə bu günləri iradəni gücləndirməyin yolları haqqında danışacağam. Burada əvvəlcə mən sizlərə bu haqda geniş məlumat verəcəm. Daha sonra isə ən sonda qısaca olaraq da yenə də başlığa qayıdaraq həmin hissələri bir daha sizlərə təkrarlayacağam, yəni xatırladacağam. Əvvəlcə iradəni gücləndirməyin birinci yolunu sizlərə deyim. Gəlin düzünü deyək. Hər birinizin hər halda hansısa bir işiniz var ki, onu etmək istəyirsiniz. Beyninizin bir küncündə qalıb da, amma eləyə bilmirsiniz. Təbii ki, bunun üçün nə edirsiniz? Gah işi yubadırsınız, yəni eləməyi yubatmaq üçün belə deyim, telefona baxırsınız və ya başqa bir boş işlə məşğul olursunuz. Bu cür insanlar adətən boş işlər görməkdən çəkinə bilmirlər. Gah Facebookda, gah Instagramda insanların paylaşdıqlarını izləyirlər. Və öz-özlərinə belə deyirlər. Bir dənə də baxım, bir dənə də baxım, ondan sonra qayıdaram işləməyə. Və inanın ki, belə insanlar çox görmüşük. Öz-özlərinə 50-ci dəfədir deyirlər, amma bir də baxırlar saata ki, hələ də mən işimə qayıtmamışam və telefonda nə qədər saadım gedib. Çoxumuz bu xüsusiyyəti tənbəlliklə, diqqətsizliklə, fokuslana bilməməklə əlaqələndiririk və buna görə də özümüzü günahlandırırıq. Və beləliklə biz daha çox özümüzü günahkar hiss eləməklə beləliklə stressimizi artırırıq və öz güvənimizi də azaldırıq. Bəs belə olanda nə olur? Əlbəttə ki, motivasiyamız azalır və işimizi biraz da sonraya saxlamaq istəyirik. Təbii ki, bu da zəncirvari şəkildə bu cür davam eləyir, çünki biz buna vərdiş eləyirik. Bu cür xüsusiyyətlərimizin arxasındakı elmi başa düşüb, buna son qoymağa yardımcı olmaq üçün Professor Kelly McGonigal'ın İradə İnstinkti adlı kitabının qısa məzmunu haqqında danışacağam. İlk öncə Kelly McGonigal haqqında qısaca deyim kimdir? Kelly McGonigal dünyanın ən güclü universitetlərindən biri olan Stanford Universitetində psixologiya professorudur. O uzun müddətli araşdırmalar nəticəsində iradəmizin necə işlədiyini kəşf eləyib və kitabında onu necə gücləndirməyimizin yollarını izah eləyib. Çoxumuzun bilmədiyimiz faktordan biri də odur ki, insanın iradəsi də, özü də bateriya kimidir. Təbii ki, bateriyada necə olur? Səhər duranda daha çox olur, gün ərzində getdikcə azalır və günün sonuna yaxın artıq demək olar ki, sona çatır. Yəni bitir bateriya və yaxud da lap az qalmış olur. Yəni ki, hamımızın bildiyi kimi filan kəs iradəlidir, mən iradəsizəm arqumenti düzgün deyil. Əslində hər kəs öz iradəsini düzgün idarə etməklə, gücləndirməklə həyatını daha effektiv şəkildə və produktiv şəkildə davam eləyə bilər. Biz hər dəfə xırda bir qərar verdikdə və ya lazımsız işləri, lazımlı işlərin yerinə qoyduqda həmin bateriyamızın enerjisindən azaltmış oluruq və beləliklə daha vacib işlərimiz üçün daha az bateriya saxlamış oluruq. Gəlin səmimi olaq. Hər birimizin səhər yuxudan duranda ən birinci işimiz telefonu əlimizə götürüb, birinci telefonumuza gələn Facebookdan, Instagramdan, təbii ki, mən onların heç birini işlətmirəm, WhatsAppdan gələn mesajları, bildirişləri oxuyub onlara cavab vermək olur. Elə birinci olaraq günümüzə bununla başlamış oluruq. Bunu eləməklə biz iradəmizin enerjisinin müəyyən bir hissəsini elə səhər yuxudan duran kimi lazımsız və önəmsiz işlərə sərf etmiş oluruq və beləcə işlərimizi görməyə motivasiyamız və iradəmiz daha da az qalmış olur. Ona görə də iradəmizin daha çox olduğunu hiss eləmək və sonradan özümüzü günahkar hiss eləməmək istəyiriksə, daha vacib və bizdən zehni qabiliyyət tələb edən işlərimizi ön plana salıb, iradəmizin daha çox olduğu vaxtdan yaxşı istifadə eləməliyik. Daha vacib işlərimizi müəyyən qədər və yaxud da tam bitirdikdən sonra özümüzə mükafat kimi sosial şəbəkədən istifadə etməyi, məsələn, YouTube-a daxil olub hər hansı bir videolara baxaraq həzz almaqda artıq çətinlik çəkməyəcəyik, çünki artıq rahat olacağıq ki, biz işlərimizi müəyyən bir hissəsini görmüşük və yaxud da tam görmüşük. Yəni bununla özümüzü günahkar hiss eləməyəcəyik. Təbii ki, biz sosial şəbəkədən istifadə etdikdə də özümüzə belə deyim, budilnikdən istifadə etməliyik ki, yəni bizi ayıltsın ki, artıq bu qədər bəsdir, yenə də biz işimizə dönmək üçün bunu etməliyik. İradəni gücləndirməyin ikinci yolunu deyim sizə. İkinci yolu isə əgər biz iradəli, əgər biz necə deyim, zirəng olmaq istəyiriksə, biz yatmamıza da fikir verməliyik. Çünki yatmaq bizim iradəmizin güclü olmasına, qərar vermə qabiliyyətimizin güclü olmasına ən çox təsir edən faktordur. Yəqin ki, gün ərzində yuxunuz gələrkən heç bir iş görməmək həvəsdə olmamağını çox keçirmisiniz. Yəni həqiqətən insanın yuxusu gələndə heç bir işi görmək istəmir. Bəs normal olaraq nə qədər yatmalıyıq deyə soruşsaz, biz gün ərzində normal olaraq 7 saat yuxu yatmalıyıq və onda deyim ki, həmin saatlarımıza biz diqqət etməliyik. Mütləq o saatımızı nəzarətdə saxlamalıyıq ki, gün ərzində olan həmin saatda biz yuxuda olaq. Çünki bayaq dediyim kimi fikirləşmə qabiliyyətimizə də yuxu çox önəmlidir. Çünki yuxusuzluq, onu deyim ki, bizim həm şəxsi, həm də
iş həyatımıza bilavasitə təsir eləyir. Hətta araşdırmalar göstərir ki, yuxululuq hissi yüngül piyan olmaq hissi ilə eyni sayılır və belə halda insanın düzgün qərar vermə bacarığı zəifləyir və bununla da nə olur? Təbii ki, beyin nəyə odaqlanır? Zərərli şeylərə, istirahətə, yəni yersiz istirahətə, əyləncəyə meyilli olur və şuursuz şəkildə səhv qərarlar vermiş olur. Bundan başqa mən yatmaq haqqında sizə başqa bir sir də deyim. Çünki bunu mən edirəm. Baxın, əgər möhkəm şəkildə yuxunuz gəlirsə və işiniz də tökülüb qalmış hesab edirsinizsə, belə deyim, yox mən yatsam işim tökülüb qalacaq fikirləşirsinizsə, yəni bu səhvdir. Ən az 20 dəqiqə də olsa biz gözümüzün yuxusunu almalıyıq ki, həmin işlərimizi və elə həyatımıza produktiv şəkildə yenə də davam eləyə bilək. Bu 20 dəqiqəlik yuxu çox önəmlidir və belə bir misal da gətirə bilərəm sizə. Hətta Yaponiyada, Google-da və Facebook-da olan belə deyim, Facebook kimi böyük şirkətlərdə hətta insanların orada qısa müddət ərzində yuxularını almaq üçün onlara vaxt verilir. Yatmaq otaqları ayrılır onlara. Və üçüncü etməli olduğumuz şey, təbii ki, iradəmizi gücləndirmək üçün üçüncü etməli olduğumuz şey beynimizi idman etdirib inkişaf etməkdir. Bəlkə də çoxlarınız fikirləşirsiniz ki, beyin idmanı mı olur? Əlbəttə ki, olur. Necə ki, idmana gedərək biz əzələlərimizi inkişaf etdiririksə, o cür də, yəni beyin idmanı etmək olur. Yəni beynimizi də idman eləməklə inkişaf elətdirə bilirik. Bəs beyin üçün olan idman nədir deyə soruşsaz, təbii ki, meditasiyadır. Bunu çox insan edir. Bəlkə də komandamızda, strukturumuzda olan insanlardan çoxları bəlkə də bilir, bəlkə də çoxları bilmir meditasiya nədir. Şəxsən mən özüm də meditasiya edirəm və bununla həqiqətən həm beynimi inkişaf, həm beynimi məşq elətdirmiş oluram, gücləndirmiş oluram, həm insanı, necə deyim, biraz da belə deyim, istirahət elətdirir. Meditasiya beynimizin alın nahiyəsindəki, yəni alnın nahiyəsinin arxasındakı hissəni məşq elətdirir və həmin hissəni, yəni beyin əzələsini inkişaf elətdirərək daha da böyüdür, sıxlığını artırır. Deyirsiniz ki, burdan bura nə? Yəni ki, inanın ki, mən bunun araşdırmalarını etmişəm. Alın nahiyəsindən arxa hissəsi bizim düşünə bilmə bacarığımızı, bizim fikirləşmə bacarığımızı, yəni belə deyim, bizim fikirləşmə bacarığımıza cavabdeh olan bir hissədir. Biz də onu nə edirik? Meditasiyanı inkişaf elətdirib gücləndiririk. Və beynimizin həmin hissəsi, bir də onu deyim ki, bizim tutaq ki, bir şeydən çox xoşumuz gəlir, amma biz bilirik ki, o bizə ziyan olar. Və onu belə deyim də, beynimizin həmin hissəsi fikirləşərək, ona görə deyirəm ki, fikirləşmə bacarığına cavabdeh olan hissədir. Bizim beynimiz onu fikirləşərək, o hansı ki bizə xoş gəlir, amma o bizə ziyandır olan bir şeyə, yox, istəmirəm deyə bilmə bacarığına malik bir hissəsidir beynimizin. Və yaxud da başqa nələri fikirləşir beynin həmin hissəsi. Deməli, səhər yuxudan duranda bizim hər birimizə belə deyim, əziyyət kimi görünsə də, şuurlu şəkildə yuxudan durub idman etməyi düşünür, qərar verir və s. Və başqa bir misal gətirim. Deməli, biz hansısa bir önəmli bir işimizi etməyəndə və yönələndə sosial şəbəkələrdə, YouTube'da hansısa bir videoya baxmağa və beynimizin həmin hissəsi bizə sanki deyir ki, yəni bizim sonradan peşman olacağımızı bizə bildirir və bizi yenidən yönləndirir işimizə. Bilirəm, bəlkə də çoxlarınız fikirləşirsiniz ki, ümumiyyətlə meditasiya nə olan şeydir? Yəni buna da yenə YouTube'dan, Google'dan araşdırıb, oradan eləyərək siz beyninizi inkişaf elətdirə bilərsiniz. Qısaca deyim meditasiya nədir? Meditasiya deməli gözlərinizi yumursunuz, oturursunuz, ayaqlarınızı bükürsünüz, belinizi düz saxlayırsınız və təbii ki gözünüzü yumaraq heç nə fikirləşməməyə çalışırsınız. Bilirəm, çox insana bu mümkünsüz görsənər. Çünki insan ən azından heç nə fikirləşməməli olduğunu fikirləşmiş olur. Amma inanın ki, həqiqətən bu mümkündür və hər gün bunu davam etməklə, hər gün edərək davam etməklə zamanla bunu etməyi bacarmış olursunuz. Əgər heç nə fikirləşməməyi bacarmırsınızsa, onda sadəcə nəfəs alıb verməyə fokus olun. Yəni baxın, yəni ancaq buna fokus olun. Onda həqiqətən heç nə fikirləşməyəcəksiniz. Sadəcə fokus olacaqsınız nəfəs alıb verməyinizə. Və beləliklə fikrinizdən, beyninizdən pis düşüncələri uzaqlaşdırmış olursunuz. Belə etdikdə siz fokusunuzun tez-tez dağılmasının şahidi olacaqsınız və onu geri qaytarmağa çalışacaqsınız. Amma belə olanda qətiyyən təlaş etməyin ki, sizin meditasiyanız alınmır. Siz fikirlərinizi uzaqlaşdırmağa çalışmaqla elə meditasiya eləmiş olursunuz. Yəni siz bunun fərqində olmursunuz, amma fikirlərinizi uzaqlaşdıraraq elə meditasiya eləyirsiniz. Yəni meditasiyanın elə əsas məqsədi də budur. Çünki beynimiz nəyisə fikirləşmək üçün yaranıb. Yəni bu onun normal və təbii halıdır. Yəni o fasiləsiz olaraq nələrsə fikirləşir.
Siz meditasiya eləyərək, deməli, beyninizin heç nə fikirləşməməyinə və ancaq bir şey fikirləşməyinə çalışmaqla beyninizi fikirlərlə mübarizə aparmağa məcbur eləyib onu məşq elətdirmiş olursunuz. Necə ki bizim əzələlərimiz özümüzü və yaxud da özümüzdən yüngül olan bir əşyaları qaldırmaq üçün yaranıb və daha ağır yükləri qaldırmaq üçün nə edirik? Daha çox əzələlərimizi inkişaf elətdirmiş oluruq ki, daha ağır yükləri qaldıra bilək. Beynimizi də bu cür inkişaf elətdiririk. Fikirləri beynimizdən qovmağa çalışmaqla, təbii ki, pis fikirləri beynimizdən qovmağa çalışmaqla biz beynimizi də inkişaf elətdirmiş və gücləndirmiş oluruq. Meditasiya eləməyə başlayanda çalışın ki, hər gün eyni qədər edəsiniz. Çünki məsələn, tutaq ki, bugün 10 dəqiqə etmisiniz, belə edərək davam edin. Yəni 10 dəqiqə edərək davam edin. 2 ay keçdikdən sonra və yaxud da 1 ay keçdikdən sonra siz bunu 15 dəqiqəyə də artıra bilərsiniz və yaxud da 2 ay keçdikdən sonra 20 dəqiqəyə də artıra bilərsiniz. Yəni sadəcə yoxlayın. Artıq bir neçə həftə ərzində özünüzdə böyük bir dəyişiklik olduğunu həqiqətən görəcəksiniz. Meditasiyanın da növləri var. Amma burada bu kitabda qeyd olunan sadəcə olaraq ayaqlarını bükük şəkildə oturuqlu, gözünü yumaraq və belini dik saxlamaq meditasiyasından bəhs olunub. Amma mənim özümün də şəxsən etdiyim meditasiyalar var ki, həqiqətən də həyatımda çox dəyişikliklərə səbəb olan meditasiyalardandır. İnşallah bildiyim başqa meditasiyaları da başqa təlimimdə hər biri haqqında sizlərə qısa şəkildə məlumat verərəm. Bundan başqa, belə deyim, iradəni gücləndirməyin yollarından biri də, ən yaxşı vasitələrindən biri də nəfəs idmanıdır. Yəni nəfəs alıb vermək. Bu nəfəs almağın da çox növləri var, amma mən hansı ki kitabdan danışıram, qısa məzmunundan danışırdım. Həmin kitabda 4-8 deməli idman növündən danışır, nəfəs alma idman növündən. Bu necə olur? Hardasa 5 və yaxud da 10 dəqiqə 4 saniyə nəfəsinizi alırsınız, 8 saniyəyə buraxırsınız. 1 dəqiqə ərzində 5 dəfə nəfəs alırsınız bu şəkildə. Buna telefonunuzda timer bölməsini, saniyə ölçəni yəni qoşub oradan baxmaqla eləyə bilərsiniz. Bir neçə dəfə eləyəndən sonra içərdən çox rahatlaşdığınızı hiss eləyəcəksiniz. Bir neçə dəqiqədən sonra isə başınız gicəllənmiş ola bilər. Bundan qorxmayın. Yəni başın gicəllənməsi də bu halda normal haldır. Sadəcə 4 saniyəyə nəfəsinizi alın, 8 saniyəyə buraxın. Bu halı beyninizdə tutun və davam edin. Bu bəsdir. Hətta kitabda bunun çox uzun tibbi açıqlaması da var, amma mən çox uzunçuluğa yol verib sizin başınızı yormaq istəmirəm. Və gəldik 4-cü əsas faktora. İradəmizi gücləndirmək istəyiriksə, onda biz negativ davranışlardan uzaq olmalıyıq. Hər kəsin həyatında negativ insanlar var. Bunlar nə eləyir? Yəni öz negativliklərini istəyirlər ki, qarşılarındakı insanlara tökələr. Bunun üçün çalışın negativ insanlardan uzaq olun. Özünüz də pozitiv olun. Onsuz da zaten biz hər birimiz pozitiv olmağa çalışırıq. Negativ insanlardan uzaq olmağa çalışırıq. Amma negativ insanlar əsaslı, əsassız bir də görürsünüz ki, öz belə deyim mənfilərini bizlərin, sizlərin üzərinə atmaq istəyirlər. Ona görə də hər zaman belə insanlardan uzaq olmağa çalışaq. Əgər fikir vermişsinizsə, negativ insanlar çox yorğun olurlar. Üzlərində görünür o yorğunluq. Bilirsiniz niyə? Çünki o qədər bayaq dediyim kimi əsaslı, əsassız, hər şeydən narazı halda, yəni danışırlar ki, onlar artıq belə deyim, ən başda dediyim kimi bateriya enerjiləri azalır və onlar həmişə yorğun görsənirlər. Amma əgər negativliyimizi, narazıçılığımızı bir qırağa qoysaq, ətrafa mənfi enerji yaymaq istəməsək, o zaman iradə enerjimizin bataryası da elə dolu qalacaq. Çünki gülmək, gülümsəmək, sevinmək, sevgi dolu olmaq bizdən batarya enerjisini azaltmır. Əksinə enerjimizi artırır. Və beləcə gəldik təlimimizin sonuna. Mən başda qeyd eləmişdim ki, bu haqda sizlərə geniş məlumat verəcəm və sonda hər biri haqqında iradəmizin gücləndirməyin 4 yolunu qısaca olaraq bir də xatırlatma edəcəm. 1. Yadınızda saxlayın ki, insanın iradəsi bateriya kimidir. Və səhər oyananda güclü olur, gün ərzində getdikcə azalır. Buna görə də görməli olduğumuz işləri, vacib işləri bataryamızın güclü olan hissəsinə, yəni birinci hissəsinə salmalıyıq. 2. Həmişə lazımi qədər yatın və yatmağınıza çox fikir verin. 3. Beyninizi və iradənizi möhkəmlətmək üçün meditasiya eləyin. 4. Negativ olmayın, pozitiv olun. Və beləcə təlimimiz sona çatdı. İnşallah hər biriniz üçün faydalı olar. Hər birinizə işlərinizdə uğurlar arzu eləyirəm və iradənizin güclü olmasını arzulayıram.